Dəyərli izləyicilərimiz, təqdim etdiyimiz edəcəyimiz ev Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşir. Yola yaxın məsafədə, sən yuxarı çıxanda bu yolu göstərərik. Buradan yoldan keçən maşınları görürəm. 3 sot torpaq sahəsinin içərisində kürsülü, 2 mərtəbə, tam təmirli 5 otaqlı həyət evidir. Evə girməmişdən öncə həyəti sağında, mənim sağım sənin solun. Yaşıllıq üçün yer saxlanılıb, maşın girən jalüz qapısı ayrı, giriş qapısı ayrı, həyətində sanitar qovşağı var. Açıq bisetkası var. Onu isə maqa göstər. Yay mətbəxidir. Yay mətbəxi üçün yer qoyulub. Ev dörd bir tərəfdən heç bir evə, barıya, birləşik deyil. Məsafəsi var. İndi maqoşum göstərəcək sağ tərəfi. Arxasında yer var. Məsafə var əməli başlı. Genişdə yeri var. Əks tərəfdən də yəni evlə məsafəsi var. Heç bir evə, barıya təkrar edin. Birləşik deyil. Zabunun da məsafəsi var. Qonşunun evi ilə də məsafəsi var. Evimiz girişərib. 5 otaqdan ibarətdir. Sənəti paket kupçadır. Evində, torpağında tərtəmiz çıxarışıdır. Xüsusi mülkiyyət, yaşayış məntəqələri təyinatlı torpaqdır. Birinci mərtəbə, keramika, mərmər, qranit gördüyünüz hər bir hissə istipoldur. Və bir otaqları göstər. Mətbəxi göstərmədin? Geniş qonaq otağı, divarın bir hissəsində TV stenti var. Bu evdə yuxarı mərtəbədə eyni var, bu otağın üstündə də yenə eyni TV stenti var. Mətbəxi. Mətbəx, sanitar qovşağı, sanuzeli. Təkrar edirəm, keramika gördüyünüz hər bir hissə istipoldur. Bəli, heç göstərməmişik. Növbəti otağı. Bu evdə balaca kiçik otaq yoxdur. Kollektor sisteminin, belə deyək, qapağı deyim, yox, açarı yoxdur, açmaq olmur. Sanitar qovşağı sanuzeli, kabin üçün yer ayrılıb, istipoldur. Və burada bir şey vurğulayacağım, yuxarı mərtəbədə var, bu mərtəbə, bu hissəni görürsünüz. Buradan, bura rəf də yığmaq olar. Yuxarı mərtəbədə də var, yuxarıda bundan genişdir. Keçdik yuxarı mərtəbəyə. Bugün bəxtimizə 2 mərtəbələr düşüb. Kəş ucuz evlər çox olar. Biz də çəkək, siz də alarsınız, hər kəsin evi olsun. Yəni bizim ürəyimizcə olan odur. Aşağıdakı qonaq otağının ölçüsündə yataq otağı. Bu da divarda bir tərəfində TV var. Əslində 2 ailə bu evdə də yaşaya bilər. Yəni bir-birlərinə qarşılıqlı, yəni giriş çıxışları eyni olsun. Növbəti yataq otağı. Görürsünüz, evdə kiçik otaq deyə bir şey yoxdur. Sanitar qovşağı. Sanuzeldir, yəni istipoldur. Burada da kabin üçün yer ayrılır, bizə genişlikləri. Bayaq dediyim şey, rəf, maqa. Və burada da. Şkafı yığırsan, növbəti otağa da gir. Burada da bir yataq otağı. Gedək balkondan, mən ana yolu göstərim. Sənəti paket kupçada start qiymət 170.000 manatdır. Real müştərisinə təbii ki, eviyyəsi tərəfə indirim olacaq. Yenə gözəldir. Bu da yoldan keçən, maşın keçir. Bu da bizim ana yolumuz. 217-də səhv eləmirəmsə, Koroğludan işləyən Bakubusun keçdiyi o yolda dayanacağı da var, narahat olmayın. Belə əzlərim, qiymət təkrar eləyirəm. 170.000 manatdır. Real müştəri indirim olacaq. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm.